Sen yaptırdın, sen kendini yaptırdın. Herkese selam dostlar. Bu videoda sizlerle birlikte 24 saat boyunca 100 prestij kasacağız sizlerle birlikte Brawl Stars'da ve bu videoda sizlerle birlikte Brawl Pass Plus çekişimiz olacak. Aramızdan 2 nəfərə Brawl Pass Plus hediyesi eləyəcəm. Olsun ve yorumlarda aydısını yazsın. 100 like geldiği anda aramızdan 2 nəfərə Brawl Pass Plus hediyesi eləyəcəm. Plus kazanmak isteyenler altına kanalıma like atsın, abone olsun dostlar. Biz de videomuza keçirik dostlar. Dostlar, bu videoda sizlerle birlikte dəmiz 2000 kupa eləməyə çalışacağıq. Və bunu da deyim ki, bu videoda 100 prestij olmayacaq. Sadəcə sizlərə taktiklər verəcəm ki, necə 100 prestij kasmaq olar 24 saat içərisində. Onca videonun sonuna qədər izləyib, videoya like atıb, kanalıma abunə olmağı və yorumlarda aydınız yazın Brawl Pass Plus kazanmaq istəyənlər üçün. Burada gördüğünüz kupa akında ve kupa akının sayesinde qəşəng bir prestij kasmaq taktiki verəcəm sizə. Burada duellomuz var. Duello lazım olacaq bizə qısmaq üçün. Çünki duello həm qısa sürən bir oyun modudur, həm də tez bazar kupa kasa bilərsiniz. Buradan bu paketə alaq gizemli paket məncə və xoşuma gəlmişdi, amma indi alıram videonun içərisində. Bunlar hesablasın 300 taş eləyir, bunlar ikisi bir yerdə. 300 taşdan çox eləyir bəlkə. Buradan tik kostümümüzü aldıq. Cici kostümümüz də gəldi, gizemli kostüm. Buradan Ender, Süper Ender, gizem efsanevi qəşəng, efsanevi. Ne saydım efsanevi çıxmırdı. İndi çıxması çox yaxşı oldu. Nədən buradan kredi ver, şöhrəti qəşəng 500 kredi, sıratırın şöhrəti 3-ə gedirik düz. Ender, Süper Ender destansı. Və fikirləşirəm ki, dostlar, bu yaz 100.000 kupa olum. Bu yaz fikirləşirəm. Bəlkə də videosunu attım 100.000 kupa olanda. Buradan da bunu da aldıq. İndi isə keçək video taktikimizə. Burada sizlərlə bir də kupa akınını yoxlayacaq duel oyun modunda. Üçüncü karakterimiz sizə. Üçüncü karakter də burada. Məncə duel oyun modunda Globert yaxşı gedir. Globertdən tez kasmaq olur. Məncə buradan Globert alaq. Tapa bilsəm bir dənə. Hə, Globio. Qabaq adı Globert idi. İndi Globio eləyirlər. Deməli dostlar, nə edə bilərsiniz? Deməli 700 kupalardan çox və yaxud 700 kupalardan az olmasın. Ən az 700-600 kupa olsun. 600-700 kupa. Deməli 600-700 kupalar karakterləri alırsınız və kupa akın olanda qəşəng 100 prestij kasmaq asan olacaq. 1000 kupaya yaxındır. Hər bir oyun modunda da qəşəng bir 10 kupa, 20 kupa alırsınız. Bu da 3 karakteri birdən 100 prestij eləyə biləcəyiniz anlamına gəlir. Yəni istəyənlər eləyə bilər, istəyənlər eləməyə bilər. Mən bu videoda 100 prestij olmayacağım. 100 prestij olmaq üçün mən gəlib bütün karakterləri kasım. O da vaxt zaman yoxdur. Mən vaxtım yoxdur. Sadəcə bu videonu niyə çəkdim? Taktik vermək üçün, həm də Brawl Pass Plus hədiyyəsi eləmək üçün. Brawl Pass Plus hədiyyəsi də 100 like-da çəkiliş olacaq dostlar. İkimiz də bir yerdə. Neysə. Dediyim kimi taktiklər budur. 700 kupadan çox karakterlər alırsınız, duel oyun modunu seçirsiniz və duel oyun modunu seçəndə kupa akımını da basırsınız. Kupa akımından daha çox kupa kasa bilirsiniz. Ən az bir 3-4 saatı bir 700 kupa, 800-600 kupalar, 700 kupa alırsınız. Bir 200 saatı 1000 kupa, yəni 10-15 bin kupa kasma ehtimalınız var. Bəlkə daha çox var. Yəni dediyim kimi taktikləri eləsəz tez kupa kasa bilərsiniz dostlar. Dostlar, bayaq adından çıxdı, kupa akımını yadından çıxdı, basın. İndi basıram. Sizə bir 20 dəqiqə vaxtımız var. 20 dəqiqə baxaq necə kupa kasa biləcəyik. Təbii ki də 27 prestijimiz var. İstəyən dostluq ata bilər, orada aydın gördünüz. Deməli, başlayaq duel oyun modundan, həminki karakterlərdən. Məndə GG 691 kupalı, o birisi karakter 1000 kupadır. O birisi olması lazımdır. Sadəcə GG-ni buradan 1000 kupa eləməyə çalışacağıq. 20 dəqiqə vaxtımız var. Qarşımızda Crow, Piper və Maple var. Məncə duello tez kasa bilərsiniz, amma 730 kupalar alırsınız. Normal karakterlər alın ki, həm haritaya uyğun olsun, həm də rahat oynaya bilərsiniz deyə dostlar. Piper'ı da öldürsək, ultisini qaçdı, neysə. Bunu da keçəcəyəm dostlar və bu turumuzu qazandıq. Toplam kupa almış oluruq, bilmirəm, deyəsən 25-26 kupa almış oluruq deyəsən. Qarşımızda Maple var, Maple da kəssək daha rahat olacaq, öldürməsə bizi. Maple'ın bu aksessuarını zəhərləm gedirdi. Yəni Maple ən sevmədiyim karakterlərdən biridir oyunda. Birdən bunu da öldürürsə, Hyper'ı basaq. Nəysə, biriniz bu turu da qazandıq sizdən bir də dostlar. Baxaq, neçə kupa oldu? 9 kupa, 26 kupa almalıyıq deyəsən mən bildiyim qədər. Yəni bunu da açaq, Ender verdi.
26 kupa. Dediyim kimi dostlar, bu kupa belə taktiklər eləsəz tez bazar 100 prestijdə kasa biləcəksiniz dostlar. 719 kupa elədik özümüzü gücü ilə. Bir dənə Brawl Pass ödülləri də var. Bu sözün Brawl Pass pul salmadınız mı? Məncə almağa dəyməz hələ ki. Məncə lazımdır esansı neydi, kaos hədiyəsi keçin. 63.805 kupa oldu. Dediyim kimi bu yaz fikrim var ki 100.000 kupa olum. Bəlkə videosunu atdım kanala 100.000 olanda. Star Nova ödüllərimizi alsaq sizlərlə birlikdə dostlar 30-60 hasar verdik. Keçək o birisi maçımıza. Bir maç daha oldu dostlar və 29 kupamız da buradan aldıq. Maçda özüm göstərmirəm ki uzun sürməsin video. Həm də məncə bu videoyu çəkməmək istədim. Taktikləri göstərməkdir sizə dostlar. 6 kazanma serisi elədik. Keçək o birisi maçımıza. Baxaq qarşımızda kim var? Qarşımızda Maple Demios var. 34 prestijli adam. Dostlar, bayaqki maçı uduzdum, bütün hesabına patlayıram. Nəysə, bu son maçımızdır. Həm videonun sonuna gedək, həm də bu videonu bura qədər izlədinizsə, həmin daqiqanı deyib yazmayı unutmayın. Bəlkə şanssız abunə oldu. Sənə də bir Brawl Pass pul səviyyəsi elədim. Yəni bu video 100 dakika gəldi yanında edirəm, amma bu videonu bura qədər izləyənlər həmişki daqiqanı etiketləsin, yazsın yorumlara nəsə, həmin adama Brawl Pass pul verəcəm. Yəni inanmıram bura qədər izləyən olsun. Yəni dediyim kimi Brawl Pass pul qazanmaq istəyənlər həm yorumlara aidsin yazsın, həm də videoya like atsın, abunə olsun kanala. Neyse dostlar, videonun sonuna gələk asla sizlərin birlikdə. Bundan sonra hər fikrim var ki, onsuz da yaz ayına girir. Yaz ayında bol videolar atmağı düşünürəm. Yəni daxil orada kanala bir 20-30 video hər gün və yaxud nəsə. Nəysə baxarıq ona. Videonu bura qədər izləsiniz. Videoya like atıb abunə olmayı unutmayın dostlar. Öpürəm sizə, özünüzə yaxşı baxın. Yeni videoda görüşmək üzrə. Bundan sonraki video 100.000 kupa. 100.000 kupa alacaq dostlar. Buradan Byron'u da öldürdük. Son nəfər Kenji qaldı. Kenji'ni də öldürək. Neyse Kenji'ni də öldürək. Videonun sonuna gələk. Videonu bura qədər izləsinizsə video altdan like atıb abunə olmayı unutmayın dostlar. Öpürəm sizə, özünüzə yaxşı baxın. Gələcək videoda görüşmək üzrə və bunu da biləndirək. Və deyəcəm sözüm. Və bay bay, özünüzə yaxşı baxın dostlar. Sağ olun dostlar. Друзі, дуже наркота.